Bugün Ağdərənin Çıldıran, Çapar, Heyvalı və Aşağı Orataq kəndləri daha bir qrup sakinini qarşılayacaq. Ailələr artıq Tərtərin Bayram meydanından yola salınırlar. Ətraflı birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq bizə məlumat verəcək. Elnur, buyurun, son məlumatları sizdən eşidik. Bəli, Vətən müharibəsi dövründə güllə yağışı altında qalan və mərmi səslərinə şahidlik edən Tərtər bugün böyük qayıdışa şahidlik edir. Bugün Ağdərənin 4 yaşayış məntəqəsinin sakinləri doğma yurda qovuşacaqlar. Bugün 63 ailə, 293 sakin tam 3-10 illikdən artıq bir müddətdə vətən həsrətini başa vurub artıq doğma yurda yola salınacaqlar. Biz hazırda Tərtərdəyik və Tərtərdə həmin ailələrin əşyalarını, ev yüklərini aparan yük maşınlarını görürsünüz. Bugün Çıldıran, Aşağı Orataq, Heyvalı və Çapar kəndinin sakinləri doğma yurda yola salınır Tərtərdən və məlumat üçün bildirim ki, Çıldıran kəndinə 10 ailə 46 sakin, Aşağı Orataq kəndinə 29 ailə 141 sakin, Heyvalı kəndinə 17 ailə 84 sakin, Çapar kəndinə isə 7 ailə 22 sakin geri dönür və böyük qayıdış davam edir. Ölkənin fərqli məkanlarında ağır həyat şəraitində yaşayan insanlardır ki, tam 3-10 illikdən sonra doğma yurda qayıdacaqlar. Biz də onlarla bərabər Ağdərədə olacağıq və onlar üçün yaradılan həyat şəraiti ilə bağlı da görüntülərimiz olacaq. Bildirmək istəyirəm ki, öz doğma yurduna qovuşan insanlar üçün fərdi yaşayış evləri tam təmir bərpadan sonra sakinlərə təqdim olunur və bugün açarlarını alacaqlar. Bu 63 ailə, 293 sakin onlar üçün bərpa olunmuş evlərin. Buradan bu bağlantını yaratdıq. Yəqin ki, növbəti xəbər saatlarında Ağdərədən bağlantımız olacaq. Əlbəttə, sujetimiz də olacaq. Mənim isə Tərtərdən çatdırmaq istədiklərim bunlardır. Söz yenidən sizdə. Çox sağ olun, Elnur. Son məlumatları bizimlə bölüşdüyünüz üçün təşəkkürlər.